Naxçıvan Dövlət Universitetində akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş Elmin zamanla sınanmış dəyəri adlı Respublika Elmi Konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsində təşkil edilmiş akademik Yusif Məmmədəliyev adlı güşə və Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzində açılan akademik Yusif Məmmədəliyev 120 adlı sərgi ilə tanış olublar. Burada da öz alimin ailəsində gələn iki qızlar da yoldaşı ilə çəkilmiş. Konfransın açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəli sükutla yad edilib, dövlət himni səsləndirilib. Daha sonra Naxçıvan Dövlət Universiteti televiziyası tərəfindən hazırlanmış akademik Yusif Məmmədəliyev 120 adlı videoçaq nümayiş olunub. Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, yaratdığı əsərlər və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama uyğun olaraq görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin 120 illik yubileyinin Respublikamızın bütün elm təhsil müəssisələrində qeyd olunduğunu, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, həmçinin Naxçıvan Dövlət Universitetinin hazırladığı müvafiq tədbirlər planına uyğun olaraq akademik Yusif Məmmədəliyevin elmi irsinin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlərin icra olunduğunu qeyd edib. Vurğulanıb ki, bugün keçirilən konfrans həmin tədbirlər planının icrası və Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzələrin nəşrindən ibarətdir. Rektor Elbrus İsayev Naxçıvan Dövlət Universitetində hər zaman akademik Yusif Məmmədəliyevin adına böyük ehtiramla yanaşıldığını bildirib. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsmail Hacıyev, elmin yüksəlişinə aparan yol Yusif Məmmədəliyev və Azərbaycan Milli Elmlər Akademiyası mövzusundakı çıxışı zamanı bildirib ki, Azərbaycan elmində, ictimai-siyasi həyatında çox fəal olan Yusif Məmmədəliyevin adı yüksək qiymətləndirilir. Akademik İsmail Hacıyev qeyd edib ki, Yusif Məmmədəliyev bütün ömrünü, həyatını neft və qazın öyrənilməsinə həsr edib. Yaşadığı dövr üçün apardığı tədqiqatlar birmənalı olaraq SSR və SSR-dən kənarda dəyərləndirilib. Bugün də o öz dəyərini qoruyub saxlaya bilib. Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Əliyev, Azərbaycanda kimya elminin banisi kimi Yusif Məmmədəliyevin yeri, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik Fakültəsinin dekanı Professor Cavanşir Zeynalov, akademik Yusuf Məmmədəliyevin həyatı, elmə həsr edilmiş ömür, Mingəçevir Dövlət Universitetinin dosenti Adil Aslanov, Naxçıvan Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatının sədri Dosent Bəhruz Məmmədov, neft kimya sənayesinin modernləşməsinə Yusif Məmmədəliyevin ideyalarının təsiri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun Filiz və Qeyri-Filiz Yataqları Laboratoriyasının müdiri Dosent Aliyə Rızayeva müharibə illərində elmi fəaliyyət Yusif Məmmədəliyevin fövqəladə xidmətləri mövzusunda çıxış ediblər. Sonra akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş gənc alimlər arasında keçirilən Yusif Məmmədəliyev Azərbaycan elminin zirvəsi mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Konfrans işini 2 salon, 4 panel üzrə üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib. Bölmələrdə Respublikanın 21 müxtəlif elm və təhsil müəssisələrindən qatılan 60-dan çox iştirakçının məruzələri dinlənilib.